Deməli dostlar, məşqə başlamışam ev şəraitində. Artıq 3 həftəyə yaxındır ki, dayanmadan məşq eləyirəm. Yorulana qədər də təmiz məşqimi eləyirəm hər gün dayanmadan. Bədən yığmışam, yəni düzdür, sadəcə idman təbliğ olunur. Burada Maykanam. Yəni 10 gün dayanmadan məşq etmişəm. O videonu izləyin. 10 gün dayanmadan məşq etmişəm. Düzdür, biraz zəif idim. Ondan sonra 3 həftədə dayanmadan məşq elədim. İndi izləyin, qiymət verin. Bu arada kanalımıza abunə olun, videoya da like atmağı yaddan çıxarmayın. Dostlar, yəni hal-hazırda bu vəziyyətdədir bədənim. Polnu məşq eləyəcəm. Biraz preslərim zəifdir. Polnu məşq eləyəcəm 1 ay. 1 ay keçsin, dəyişimi sizə təqdim eləyəcəm. Həqiqətən də çox motivasiya olsun idman etmək istəyənlərə bunu deyirəm ki, ağır çəki ilə yox. Mən 8 kiloluq qantellə məşq eləyirəm. Yəni qollarımı görürsüz də, qollarım dəddən artıq yekəlir yəni. Özümü tərifləmirəm, özümü cırmıram. Yəni ki, görürsüz də bunu. Belə deyil idi. Mən 10 gün məşq etdim, video çəkmişəm. Belə qol olmayım məndə. Yəni hazırda 3 həftədir ki, dayanmadan məşq eləyirəm, idman eləyirəm, bədən artır. Görürəm ki, irəliləyiş var. Məşq etmək istəyənə deyirəm ki, 5 kiloluq qantellə falan başlayın. 100% istədiyiniz bədənə sahib olacaqsınız. Sadəcə qabağınıza məqsəd qoyun ki, mən bunu eləyəcəm. Bu bədənə sahib olacağam. Baxın TikTokerlərə falan. Yəni necə deyim, idman TikTokerlər var, motivasiya verirlər. Onlara baxın. Nə cür idman olunur? Jim vurun, günü-gündən artırın jimi. Güclü meyvə falan, nə bilim, güclü meyvə nədir? Güclü meyvə olur. Elə sözə baxın, güclü meyvə. Yəni güclü qidalar yeyin də, vitamin falan. Söz verirəm ki, istədiyiniz bədənə nail olacaqsınız. Özdə əllə danışıramsa o olur da yəni. Nəysə. Sağ olun, sevilirsiniz. Bir aydan sonra dəyişimi görəcəksiniz. 100%. Vampir olub gələcəm. Yo, vampir yox, pəhləvan olub gələcəm. Vampir nə idi ya?